Bir dostumla balığa gideceğim. Yüreğin içine balık giriyorsun. Salam dostlar, kanalıma hoş gelmişsiniz. Bir dostumla balığa gideceğiz. Birinci tane pilavımız var. Bundan əlavə bir dənə fərqli üsul tilov düzəltmək istəyirəm. Yəqin ki görmüsünüz. Bu hissədən kəsilirlər, sonra tərsinə çevirirlər, içinə yem atırlar, onu da suya atırlar. Görək nə nəticə verəcək, içinə balıq düşəcək yoxsa yox. Videonun sonacan izləyin. Bunu düzəldəcəm. İlk öncə bunu kəsmək lazımdır. Bunu bu şekilde koyup buradan deşikler açırıq, içine yem atırıq, atırıq suyun içine. Bu mismarla deşikler açacağım burada. İlk önce mismarı kızdıraq. Bu şekilde deşikler açalım. Buradasa her tarafından bir tane atsam bəsdir. Şimdi deşiklerini açtım. Şimdi her taraftan bağlayacağım. Dört taraftan bu şekilde iple bağlayacağım. Böyle her tarafından bir tane ip. Bu hazırdır. Bir tane de deşiği açıp ondan da uzun ip eləyəcəm suya atmaq için. Suya atmaq, sonra geri çəkmək için. İpimiz buradadır, xeyli uzundur. 40 metr olar. Bu hissədən bağlayacağım. Tam da geri çəkmək için. Tilov hazırdır. Bunun içine yem atırlar belə. Bir de ağır daş. Sonra da atırlar suyun içine. Balıklar düşecek, düşmeyecek onu görecek. Ama ki hazırdır. Ve bir neçə dənə də bu hissələrindən deşmək lazımdır. İndi onu deşəcəm. Bunu sürətli bir şekilde bıçaqla yiyəcəm belə. Bu hazırdır dostlar. Görək indi içine balıq düşəcək yoxsa yox. Getdik. Balığa ve birinci çapları götürək dostum. Bundan sonra da balığa. Çaplar da geldi dostlar. Profesyonel balıkçı. Tamam derim çaplar. Selamünaleyküm. So dostlar gedirik. Gelirik görüp durutmağa. Hardadır çatırıq. Çatırıq az qalır. Ben burada göl falan gördüm. Dedi seni gətirirəm gölə, balıq suyu. Sen ıssız yerlere bak. Görəylə. Allah haqqını xeyir eləsin. Geldik çattık. Yolları biraz pislik. Değmez, sürsün. Değiller. İslam Partili. Gedirik gölü kurutmağa.
Emin, asparkingi vurmuşsan. Vurmuşam. Göl buradır dostlar. Bakın. Çiftli değil, temiz etrafında. Balık geleceği yapar. Geçsin ama. Profesyonel balıkçı kimi. Birinci bunu atar. Rəhlə nəticə verir. İçinə çörək. Bunu atar qoyaq. Sonra qarmağa atacağıq. Bir yanda qağdalı almışıq. Qağdaldan da biraz içine atacağım. Suyundan da koy. Bir yanda səssiz qay. Balıqlar da sevdim. Bizdə halal. Buradakılar müsəlman balıqları. Donuz əti yemiş. İçine bir iki tane ağır daş atmaq lazım. Daşları da atıram. Ataq görək indi nə çıxacaq. Məsləhət sənindir. Saxla döndür açım. Bu niye koptu? Ay. Təcrübəsiz balıqçıların başına gələn iş hadisə. Bu niye koptu ya? Bir ağır oldu. Təzdən bir də değişməyə vacib. Emin. Burada bizdən başqa balıqlar olur mu? Evet, fərqli üsul eləyirik. İlk çəkdiyimiz bir avırçılıq. Amma hələ ki balıq görmürəm. İllərin demək olar ki uzun müddət bir saat balıqçı olaraq mən hələ burada balıq görmürəm. Mart ayında balığa gələm. Mən bir saatdır balıqçılığına məşğulam. Biz çətini bacarıq da. Balıq olmayan yerdən balıq tutuyor. Bacıcan gəlsin belə eləsin. Mən çox balıq olan yerdən var ya balıq tutmağı demirəm. Yox, etdiyimi atacam, yaxşı çəkin. Atam mən özüm atacam, hə, var belə. At. Getdi. Ehtiyatla. Oy.
İlk eksperiment uğursuz alındı. Kebab yiyəcəyik, yaxşı toyuq gətirmişik. Ona balıq gələcək. Planlarımız bozuldu. Burada kim demişti balık var? İlk uğursuz cəhdimizdən sonra Cabbar. Cabbar bir dənə akula çıxardı. Girişdi. Az sonra toyuq kebabı necə hazırlanır ona baxacağıq. Mənə setkanı qoy, setkanın üzərinə qoy. Setkanı qoy, setkanın üzərinə qoy, o bir setkan. Ona bunu çəkmədə bu seyir. En azından kebab yiyelim. Renderimiz var. Balık tutan məsələdə balık tutmağı ümid edə bilərik. Bu arada simülasyonumuz da var. Bu da yanmasa. Emin 2 saatdə oxuyub, ya çox olanlar yandırıb. Yəni bir dənə kömür yandıramayacaq. Baxın. 40 ildir mangal pişirirsən. Hələ mən belə mangal qalyan görməmişəm. Kağız onu yandıracaq. Görək nə, mən gözlüyüm. Bu nədir qaqa? Onu götür. Şapdan pisi gələcək. Ha o qırsaqqız olur. Qır olur o. Götür onu, götür. Götür. Ha, deyirəm götürdü onu. Etməm. Kebabımız da belə getdi. İndidən sizə deyə bildirim ki. Sokumuz var, Gürcistan var. Ama geydirməz. Əsas soğandır, soğan var. Görək də Emil dürüm söz verib mənə gətirdir. Onsa balıq bəhar. Təzə almısan ha? Setka üzerine bir tane setka. Suyun sağlığı. Başka oldu, başka. Ağzını mən yeməyəcəm öyle. O kadar kömür töküp ki burada bir tane koyun pişirmeye var.
soya sosu satın. Bu ne değil mi? Bu ne değil? Sosisli sos. Ha yalan demiyor. Bu da Ebru soslarından yoksa yok. Dəqiq. Bunun tarifini ben internette tapsam ne olacak? Bu tamamen sosis. Kesin yediğimizden ise lezzetli olur. Restoranımız açılanda hamımız gözləyəcək. Hazırdır. Hazırdır. Gözəlliyə bax. Xüsusi soslar. Dadına bax çox. Veriyorum. Ne kadar muhteşem. Patlıcan çəkdim. Çocuğum çocuğum. Benim çocuğum çocuğum. Zibile. Soğanımız biraz yanır. Xüsusi sousdan da vuraq. Bu bizim xüsusi sos. Məndə çoxdur. Çiğatla. İzləyicilər çatdıramcı çiğatla başladı. Çoxdur məndə. Çox vurursan, değil mi? Neydi? Hə, lavaş balacadır. Çəkmədə bəzəyirəm. Var yoxlayacaq. Ben çox koydum, lavaş balacadır. Sən dedim çox koydum da elə. Çox koydum, bol koydum. Buyur Cabbar. Çox sağ ol. Götür. Bismillah. Bilək bildir. Həqiqətən böyle. Olsun. Balıqdan mədiyəm azası dürüm yedik. Yabancı balıq. Öz düzəltdiyini dürümləyəcəm. Bəyəndim. Balıq tuta bilsə yaxşı olardı. Eybi yox. İnan ki mən bahalı restoranlarda yəni dürüm, hər hansı bir kabab yeyirəm. Yəni, ən azı 10 manat verirsən. Yəni, ən azı belə 5-10 Yəni bunun yerini verə bilməz. Bilmirəm burada hava dəyib atmışam, bu mənə dadlı gəlir, amma
ikinci dürümü yeyirəm, yenə eyni isti. İyi işte tutabilmədik. Bizimkiləri yıkmışlardı indi. Bastıra. Ben ne diyebilirdim bu balık hakkında? Mütəxəssislərdən məsləhət almadan balığa gəlməyi məsləhət görmürəm. Olsa da bizim öncəliyimiz kebab pişirməkdir. İşte bize kalan kebap oldu. Tutabilmədik. Fiyasko. İşte dostlar bu kadar. Bugünkü maceramız bu kadar. Gelen videolarda görüşelim.